Salam, bugün sizin bizə göndərdiyiniz bir mətn var, ona baxacağıq. Çox mübahisəlidir, adı da Qırmızı Həb, cinsi bazar dəyəri. Bəli, salam. Həqiqətən də çox kəskin fikirlər var orada. Elə başlanğıcda mənbə çox sərt bir iddia ortaya atır. Deyir ki, kişilər şarab kimidir, qadınlar süd. Yəni birinin dəyəri zamanla arta bilər, o birininki isə gəncliklə bağlıdır, azalır. Hə, bu bənzətmə demək olar ki, bütün mətnin əsas ideyasını ifadə edir. Gəlin biraz açaq bunu. Bizim də məqsədimiz, yəni bu fikirləri təsdiqləmək deyil əsla. Sadəcə bu spesifik, bu qırmızı həb baxışını, onun məntiqini anlamağa çalışacağıq. Düzdür. Mənbə deyir ki, qadının cinsi bazar dəyəri, qısaca SMV deyirlər, əsasən iki şeyə bağlıdır. Gənclik və gözəllik. Gənclik və gözəllik. Niyə məhz bunlar? Mənbə bunu necə əsaslandırır? İddia odur ki, bunlar təkamül baxımından sağlamlığın və ən əsası doğurğanlığın, yəni nəsil artırma potensialının göstəricisidir. Yəni sağlam gənc görünüş, yüksək nəsil artırma qabiliyyəti. Mənbənin iddiasıdır bu. Maraqlıdır. Bəs zamanla bu dəyər necə dəyişir? Pik nöqtəsinə vaxtı mənbəyə görə. Mənbə deyir ki, qadının SMV-si üçün zirvə çox gənc yaşlardır, təxminən 18-dən 23-ə qədər. Bu dövrdə bioloji cəlbedicilik ən yüksək səviyyədə olur. 18-23 yaş. Və sonra? Sonra mətnə görə təxminən 25 yaşından etibarən eniş başlayır və 30 yaşına çatanda və ya keçəndə mənbənin divar adlandırdığı bir şeylə üzləşirlər. Divar. Bu nədir ki? Qəribə səslənir. Mənbə nəyi nəzərdə tutur? Divar mənbənin terminologiyasıdır. Bu o nöqtədir ki, iddiaya görə qadının SMV-si kəskin şəkildə aşağı düşür və bir daha əvvəlki səviyyəyə qayıtmır. Niyə? Səbəb nədir? Mən bunu birbaşa bioloji səbəblərlə izah edir. Doğurğanlığın təbii olaraq azalması və yaşlanma əlamətlərinin, belə deyək, daha aydın görünməsi və iddia olunur ki, bu divar sonra yüksək statuslu kişilər, mətn onlara alfa deyir, daha çox gənc qadınlara üstünlük verməyə başlayır. Aydındır. Yenə də vurğulayaq ki, bu sadəcə mənbənin baxışıdır. Bəs kişilər, onların SMV-si necə təsvir edilir? O şərab bənzətməsi burada necə işləyir? Hə, kişilər üçün tamamilə fərqli bir mənzərə çəkilir. Onların SMV-si üçün əsas amillər gənclik və gözəllik deyil, əksinə zamanla qazanıla bilən şeylər önə çıxır. Nələr məsələn? Məsələn, resurslar, yəni pul, maliyyə stabilliyi, sonra status, cəmiyyətdəki mövqe, hörmət, güc, yəni təsir imkanı, özünə güvən və təbii ki, təcrübə. Yəni bunlar yaşla arta bilən şeylərdir. Bəli, mənbə də elə deyir. İddia edir ki, kişi 20'li yaşlarında bu sahələrdə hələ, belə deyək, özünü qurur, inşaat dövründədir. Amma 30'lu, 40'lı, hətta daha yuxarı yaşlarda bu keyfiyyətlər arta bilər. Ona görə də kişinin SMV-si potensial olaraq yaşla yüksəlir, şarab kimi dəyərlənir. Hətta George Clooney nümunəsi də var idi deyəsən mənbədə. Düzdür. George Clooney misal çəkilir ki, güya onun 50 yaşındakı cazibəsi, statusu, resursları 25 yaşındakindən qat-qat çoxdur. Deməli, mənbəyə görə tamamilə fərqli həyat trayektoriyaları var. Bəs bu fərqli yollar davranışlara necə təsir edir? Mənbə bu barədə nə deyir? Bəli, mənbə iddia edir ki, bu fərqli dəyər əyriləri fərqli münasibət strategiyalarına gətirib çıxarır. Məsələn, deyilir ki, qadınlar SMV-lərinin pikində olanda, yəni 20-28 yaş arası, daha çox yüksək statuslu, cəlbedici kişilərlə, alfalarla, qısa müddətli münasibətlərə meyilli olurlar. Buna nə ad verirlər? Mən buna biraz istehsayla alfa karuseli deyir, yəni güya bu dövrdə ən yaxşı variantları yoxlayırlar. Bəs divardan sonra nə olur? Mənbə nə iddia edir? İddiaya görə divarla üzləşəndən sonra, yəni 30 yaşdan sonra prioritetlər dəyişir. Artıq daha çox stabillik, təminat axtarılır. Və bu zaman mənbə deyir ki, əvvəllər bəyənmədikləri və ya diqqət yetirmədikləri kişilərə, betalara yönələ bilərlər. Buna da bir ad verirlər. Hə, buna da epifaniya faza və ya ayanış deyirlər. Güya reallıqla barışırlar, amma mətn bunu romantik bir oyanış kimi yox, daha çox ehtiyacdan doğan bir addım kimi təqdim edir. Çox sərt səslənir. Bəli, və hətta kişilərə xəbərdarlıq edilir ki, diqqətli olsunlar, özlərini ehtiyat plan və ya təqaüd planı kimi istifadə etmələrinə imkan verməsinlər. Bu, mənbənin ən mübahisəli fikirlərindən biridir deməliyəm.
Bütün bu təhlildən sonra mənbənin kişilərə konkret məsləhəti nədir? Ümumi mesaj nədir? Əsas mesaj budur. Gənc yaşlarda enerjini qadın dalınca qaçmağa yox, özünü inkişafa, karyera, pul, fiziki forma, özünə güvən yönəltmək lazımdır. Yəni, öz SMV-ni artırmağa. Bəs yetkin uğurlu kişilərə nə deyir? Onlara da deyir ki, öz dəyərlərini bilsinlər və iddiaya görə gənclikdə onları bəyənməyib, indi divardan sonra onlara yaxınlaşan qadınlarla kifayətlənməsinlər. Yenə də deyirəm, bu yalnız mənbənin mövqeyidir. Beləliklə, yekunlaşdırsaq, baxdığımız bu mənbə, bu qırmızı həb düşüncəsi münasibətlər bazarına çox, bəlkə də çox sərt, deterministik bir prizmadan baxır. Hə, əsas arqument odur ki, yaş və zaman kişilərin və qadınların dəyərinə tamamilə fərqli təsir edir və bu da davranışları müəyyənləşdirir. Biz sadəcə bu iddiaları təqdim etdik, onların nə qədər mübahisəli olmasına baxmayaraq. Bəli, məqsədimiz anlamaq idi. Bəs bütün bunların sizin üçün mənası nədir? Bu deyilənlər, bu fərqli dəyər əyriləri, divar, alfa karuseli, sizin real həyatda gördüklərinizlə nə dərəcədə üst-üstə düşür? Və ya bəlkə tamamilə fərqlidir? Məncə, bu sual üzərində düşünmək maraqlı olardı. Yəni, bu model reallığı nə qədər əks etdirir ya yox? Bu, yəqin ki, hər kəsin özü üçün cavablamalı olduğu bir sualdır. Diqqətiniz üçün təşəkkür edirik. Təşəkkür edirik.